Xanam bir dənə inqilab nöqtəsi var. Aydın Xırdalan. Allah Bu mənim şəxsi fikrimdir. Məncə razılaşarlar. Sizin dövrlərdə. Yəni Degəlsində bir dənə üzü yuxarı sınma nöqtəsi idi. Sıçrayış oldu. Ki Degəl meyxana mən Aydın Xırdalanın məsələni sevmişəm. O getdi elə bir yerə çatdı ki, ondan sonra da elə bir o yükü çox sənətkarlar olub. Allah keçənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Allah Rəşadın qapısını açsın. Rəşad sonra o yükü götürdü, elə bir o yüksəlişdə olan yükü. Daşıdı ta bu axır məlum səbəblərdən o itənə qədər ortalıqdan, amma təbii ki, müvəqqətidir. İnşallah hər şey yaxşı olar. O Rəşaddan sonra, yəni etiraf eləmək lazımdır. Çox belə xaos yarandı meyxanada. Həmin nöqtədə. Xaos. Bunu etiraf eləmək lazımdır. Fərqli şəkildə çox yaxşı meyxana deyənlər var bu gün və hətta heç kimin xətrinə dəyməsin, deyilsə də hətta birdən yenə düzgün deyəcəm ki, общий meyxana, ümumi meyxana tarixində bu qədər mükəmməl meyxana deyən olmayıb. Bu günlərdə indi o əruzlu deyək, cümlələrin səlisliyini deyək, İnkişafın ən gözəl dövrüdür. o hər bədii vasitəsindən istifadələrini deyək, bu gün təbii ki, daha güclüdür. Amma bu daha güclü olmağının bir dənə fikir verin, məsələn Bentley deyirlər, Maybach deyirlər, sonra bir dənə hansısa köhnə maşından danışırlar. Amma ona ağzı açıq baxır ki, darıxmışıq olsun. Meyxanada da bu gün o vəziyyətdir ki, o köhnə şirinlik üçün darıxıblar. Biz də bacardığımız qədər o köhnə şirinliyi saxlamaq şərti ilə inkişafdan da boyun Mənim tənəzzülüm Salam dəyərli izləyicilər. Bildiyiniz kimi Miray balamız 4 aydan çoxdur ki, müalicə alır. Artıq son prosedurlara gəlib çatmışıq, amma gücümüz çatmır. Çünki əlimizdə olan bütün imkanlardan istifadə eləmişik, borclar getmişik. Artıq borclar da tapa bilmirik. Çox çarəsiz durumdayıq. Cəmi 3600 manat pul lazımdır. Hər birinizdən bu körpə balamız üçün dəstək olmağa rica edirəm. Heç bir yaxşılıq əvəzsiz qalmaz. Allah hər şeyi görür. İnşallah 1000 qatını sizə yetirər. Allah rızası üçün ekranda gördüyünüz bank hesabına gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. Allah heç kimə övlad acısı yaşatmasın, heç kimə çarəsiz qoymasın. Bütün xəstələrə şəfa versin inşallah, bizim balamız da onun içində. Ümid edirəm ki, dəstək olacaqsınız. Göydə Allaha, yerdə sizə güvənirəm. Dəstəyinizi əsirgəməyin.